Bizim səsimizə qulaq asan bir şəxs ki, Quranı təzə öyrənmək istəyir, oradan rahat seçim edə bilsin. Məsələn, bir 15 dəqiqəlik qiraətə qulaq asanda, orada bəyatı, rastı, çahargahı, nəhabəndi mənim oxunuşumda, mənim ifamda rahat bir şəkildə mənimsəyə bilsinlər. Əksərən ustadlarımız da, yəni sizdən də biz bunu görmüşük ki, çox hallarda nəhabənddən sonra rast oxunursunuz. Bəli, bəli. Biz özümüz də məsələn onu öyrəşmişik ki, nəhabənddən sonra rast oxumaq daha rahat gəlir adam üçün. Bəli. Əfələm yanzuru iləs-səmai fəvqəhum keyfə bənəynəhə. Təzə-təzə muğam öyrənəndə hiss edirsən ki, bu öyrəndiyin muğamların arasında fərqli nəsə var burada. Bəli. Bir şirinlik var. Adam hiss edir ki, rasta tərəf gedir. Mən ona görə dedim ki, qiraəti sabit deyil idi də. Yəni səs olaraq bir addım yox, yarım addım bu tərəfə keçsən olur rast məsələn. Bəli. Doğrudur. Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli Quran məqamı verilişinin izləyiciləri. Hər birinizi xoş gördük. Bugünkü verilişimizdə Quran məqamları haqqında əziz qarilərimizin həm avazların dinləyəcəyi, həm də fikirlərini dinləyəcəyi inşallah. Verilişə daxil olmazdan öncə Quran-ı Kərimdə belə bir ayə var. Həzə bəyanun. Bu kitab, yəni Allahın göndərdiyi kitab bəyan edicidir. Kimə? Linnəsi, insanlar üçün. Və hudən və hidayət edəndir insanları və məvaizatun və insanları moizə edəndir. Bu Quran-ı Kərim doğrudan da oxunuşu, dinləməsi və eyni zamanda onun təfsiri, onun mənaları insanların hidayəti üçündür. Əgər biz Quran məqamları haqqında danışırıqsa, onu izah ediriksə, ümumilikdə nəticə bundan ibarətdir ki, insanların hidayəti üçün nəzərdə tutulur bunların hamısı. Və burada gözəl Rəbbimiz şərt qoyur. Bu danışdıqlarımız ki, Quran-ı Kərim bəyan edicidir, Quran-ı Kərim muizədir, Quran-ı Kərim insanları pislikdən çəkindirəndir. Kimlər üçün? O insanlar üçündür ki, onlar Rəblərindən qorxurlar. Yəni, onların qəlbində Allahdan qorxu var. Bəli, bugünkü verilişimiz Nəhavənd muğamı haqqında olacaq. Mən birinci əziz qarilərimizi təqdim edim və sonra inşallah keçid edəcəyik Nəhavənd muğamına. Bəli, verilişimizin qonağı İbrahim Salayev, Quran Sədası yarışmasının qalibi. İbrahimcan, xoş gəlmişsən. Əzizən, salamu aleykum, xoş gördük, hər vaxtınız xeyir olsun. Mən də salamlayıram. Ustad, dəyərli ustad, sizi, qardaşlarımı və bütün izləyiciləri, minnətdarım. Və ikinci qonağımız yenə Quran Sədası müsabiqəsinin qalibi Yusif Hüseynov. Salam alacaq, xoş gördük. Mən də sizi, əziz qarilərimizi, izləyicilərimizi salamlayıram. Aleyküm salam və rəhmətullahi və bərəkatuhu. Eyni zamanda həmi İbrahim, həmi Yusif Quran dərsləri də keçirlər. Allah elmlərinə bərəkət versin. Və inşallah bizə bugün tilavət edəcək qarimiz yenə Quran Sədası yarışının iştirakçısı Əhməd Ramazanov. Əhmədcan, sən də xoş gəlmişsən. Xoş gördük Acan. İlk öncə sizi salamlayıram. Burada eləşən qardaşlarımızı salamlayıram. Allah əziyyət çəkən hər bir insanların, kəslərin əziyyətini qəbul eləsin. Amin inşallah. Həmçinin Azərbaycan xalqını salamlayıram. Allah Quran-ı Kərimin məhəbbətini daim qəlbimizdə qərar versin və Quran-ı Kərimə əməl edənlərdən qərar versin inşallah. Çoxdan səni görmürük Əhməd. Bəli, Acan. İnşallah ki, tilavətimiz... Elə bilirəm, siz də çoxdan da Əhmədi görmürsünüz. Çünki verilişdən qabaq İbrahim deyirdi ki, çoxdan da Əhmədi görmürük. Yusuf əzizimiz deyir ki, çoxdan da Əhmədi görmürük. Təşəkkür edirəm. İnşallah Əhməd icazənizlə bir Nəhavənd muğamın inşallah tilavət eləsin Əhmədcan. İndi əlbəttə əvvəlin bilmirəm, bəyatla giriş edəcəksən yəqin ki, ya elə birbaşa da Nəhavəndlə oxuya bilərəm. Bəli, oxuya bilərsiniz birbaşa. Çünki elə verilişimizdə çalışıb Nəhavənd muğamı haqqında izah verəcəyik, nümunələr göstərəcəyik ki, Nəhavənd muğamı hansı formada olur. Olur. Oxuduğunuz yeri zəhmət olması İnşallah təqdim edin. Qaf surəsi 1-ci və 11-ci ayələr tilavət olunacaq. Səhifə?
Səhifə 518. 518. Bəli, buyurun. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Allah. Allah, Allah, Allah. Qaf vel Kur'anil Mecid. Allah. Bismillahirrahmanirrahim. Qaf vel Kur'anil Mecid. Allah, Allah, Allah. Əhsənt. بل عجبوا أن جاءهم منذر منهم Allah. فقال الكافرون هذا شيء عجيب. Maşallah. أإذا متنا وكنا ترابا ذلك رجع بعيد. قد علمنا ما تنقص الأرض منهم وعندنا كتاب حفيظ. Allah. بل كذبوا بالحق لما جاءهم فهم في أمر مريج. أفلم ينظروا إلى السماء فوقهم كيف بنيناها. Allah. Allah, Allah. Maşallah. كيف بنيناها وزيناها وما لها من فروج والأرض مددناها وألقينا فيها رواسي. Allah. Allah. Maşallah. وألقينا فيها رواسي وأنبتنا فيها من كل زوج بهيج. تبصرة. Allah. Allah. تبصرة وذكرى لكل عبد منيب. ونزلنا من السماء ماء مباركا
ماء مباركا فأنبتنا به جنات وحب الحصيد والنخل باسقات والنخل باسقات لها طلع نضيد الله الله رزقا للعباد وأحيينا به بلدة ميتا كذلك الخروج صدق الله العلي العظيم. Allah qəbul eləsin. Amin. Çox gözəl. Maşallah. Əhməd, Maşallah. təşəkkür Maşallah. edirəm. Sağ ol. Maşallah. Allah səs və qüvvət versin. Amin. Səsdə olan çatışmazlıqları danışmırıq. Çünki səsdə biraz narahatçılıq var idi, Əhməd. Səsdə ümumi olaraq oynaq, yəni titrəyiş deyirlər də, səsdə olan qeyri-mütənasiblik, bəli. Yəni səs bir var oxuyanda düz formada olur və bir də var səs titrəyir. Sanki elə bil məsələn təzə yeriyən uşaq olur, yıxılmaq üzrə olur yeriyəndə. O da ya bəzən vaxtı az məşqdən olur, bəzən vaxtı az məşqdən olur. Yorğunluqdan da nə qədər məşq eləyirsiniz, yorğunçuluqdan da ola bilir və yaxud da səs işlə bağlı ola bilir. İş elə bir iş ola bilir ki, həmin o iş təsir eləyir ki, səs xəstələnsin, səs çox işləməsin, belə deyək də. Hər halda mən istəyirəm ki, qiraət yaddan çıxmasın ki, səndə də maşallah qiraətin yerindədir, həmd olsun Allaha. Bugün Əhməd əzizimiz Nahavənd muğamın bizə tilavət elədi İbrahim. Allah səsinə bərəkət versin. Amin inşallah. Və istəyirəm ki, bunu biraz da zənginləşdirək nə mənada. Əziz, dəyərli Quran oxuyanlarımıza, məsələn, biri istəyir, bizə çox müraciət edirlər də, məsələn, muğamları öyrənmək istəyirlər. Müəllim, necə öyrənək muğamı? Məsələn, bəyat muğamını necə öyrənək, rast muğamını necə öyrənək? İbrahim, verilişimiz olmuşdu muğamlar haqqında sizlə. Verilişimiz olmuşdu. Allah sizə də can sağlığı versin. Əhmədin fikir də bildirə bilərsiniz və eyni zamanda Nahavənd muğamı haqqında da fikirlərinizi istəyərəm alım. Maşallah, Hacı, Allah Əhməd qardaşımızın səsinə bərəkət versin. Doğrudan çox gözəl manevrlər həqiqətən var o qiraətin içində. Son 2 ay yəni çıxmaq şərti ilə tamamilə Nahavənd bildim mən. 2 ayədə rasta doğru. Artıq biz bilirik ki, Nahavənddən sonra rastın gəlişi yəni normal bir qaydadır. Mən qiraətin ortasında da rasta doğru elə bil adam hiss eləyir ki, rasta tərəf gedir. Mən ona görə dedim ki, qiraəti sabit deyil idi də. Yəni səs olaraq, yəni elə bil bir addım yox, yarım addım bu tərəfə keçsən olur rast məsələn. Doğrudur. O cəhətdən dedim ki, tilavəti titrək idi. Əksərən ustadlarımız da, yəni sizdən də biz bunu görmüşük ki, çox hallarda Nahavənddən sonra rast oxunursunuz. Bəli. Biz özümüz də məsələn onu öyrəşmişik deyə Nahavənddən sonra rast oxumaq daha rahat gəlir adam üçün. Bəli. Allah müvəffəq eləsin. Çox qəşəng, həqiqətən. Təşəkkürlər. Yusuf, sən fikir və bildirərdin. Hacı, Nahavənd muğamı məncə elə bir qarı yoxdur ki, onu eşidəndə bəyənməsin, ondan belə deyək də, xoş təəssürat almasın, zövq almasın. Xüsusən də təzə-təzə muğam öyrənəndə hiss eləyirsən ki, bu öyrəndiyin muğamların arasında fərqli nəsə var burada. Bəli. Bir şirinlik var. Nahavənd muğamda elə asan öyrənilən. Mən çox üzr istəyirəm, Hacı. Muğamların adlarını bilməmişdən əvvəl ki, mən qiraətlər eləyirdim, təqlidi qiraətlər idi, amma təbii məsələdir ki,
muğamların 7-8 muğamın içində yeganə bildiyim Nəhavənd muğamının adı idi. Haçan oxuyurdumsa bilirdim ki, Nəhavənd oxuyuram. Digərlərinin oxsaydım belə, məsələn, Hicaz oxuyurdumsa bilmirdim. Və yadda qalan çox rahat not. Bir də Hacıcan, elə bil Əhməd qardaşımız təbii ki, məsələn, 1-ci ayədən 11-ci ayəyə qədər vaxtı var idi də. Bəli. Biraz tez cavaba girməkdə elə bir tələsdi. Əhməddə o problem elə əvvəldən yarışda da biz onu görmüşük. Əhməddə birbaş zilə getmək elə bil təhvil verib qaçmaq istəyir sanki belə bir şey. Həvəsi var da. Oxuyanda mənə baxdı, mən gözün içinə baxdım ki, Əhməd, getmə yuxarı. Hələ çünki vaxtım vardı, 11 aya. Məsələn, Qaf vəl-Qur'anil Məcid, bəl-Acibu, oradan cavaba tez girdim, məsəl üçün. Bismillahirrahmanirrahim, Qaf وَالْقُرْآنِ الْمَجِيدِ بَلْ عَجِبُوا أَنْ جَاءَهُمْ مُنْذِرٌ مِّنْهُمْ فَقَالَ الْكَافِرُونَ هَذَا شَيْءٌ عَجِيبٌ. Hələ qərarı, məsəl üçün, İbrahim düz vurğulayır ki, qərarı sən biraz oxuya bilərdin. Dərhal qərar, elə bil qərarla başlayır, cavaba... Bəlkə də cavab ki, əvvəldə elədi, bəlkə də onun rasta girməyinin səbəbi... Kamil də deyil. Əvvəldən Nəhavəndin ki, o əsas mərhələlərini tamamladı, gəldi, sonluqda təkrarlar da var idi, həm sonluqda, həm başlayanda təkrarlar var idi deyə. Sonda artıq yer qalmamışdı, rasta gəldi, çıxdı, bəlkə də elə fikirləşirəm. Məsəl üçün, yenə, məsəl üçün, Əidə mitnə. Əidə mitnə və künnə turabən zəlikə rəc'un bə'id. Hələ qərardır. İbrahimcan, cavabın bəlkə sən oxuyasan, elə hardan istəsən? قَدْ عَلِمْنَا مَا تَنْقُصُ الْأَرْضُ مِنْهُمْ وَعِنْدَنَا كِتَابٌ حَفِيظٌ. Allah. Yusuf, sən cavabın. Nəhavəndin cavabın. Bəl kəzzəbu bil-haqqi ləmmə cəəhum fəhum fi əmrim məric. Cavabından mən getməliyəm də. Bəlkə İbrahim sən gedəsən. Hacı, buyurun. أَفَلَمْ يَنْظُرُوا إِلَى السَّمَاءِ فَوْقَهُمْ كَيْفَ بَنَيْنَاهَا وَزَيَّنَّاهَا وَمَا لَهَا مِنْ فُرُوجٍ. Bu da Nəhavəndin cavab hissəsidir. Yəni, qıraqdan qulaq asan, məsələn, qərar, yaxşı, sən öz ixtiyar sahibisən, qərarı nə qədər oxuyacaqsan. Baxır, oxuduğun yerin qədəri, məsəl üçün, məclisdir, görsən ki, gəlib deyirlər ki, sənin 20 dəqiqə vaxtın var. Dərhal bir qari o 20 dəqiqəni bölməlidir. Mən neçə dəqiqə bəyat oxumalıyam? Nəyi hara sığışdıracaq, bəli. Neçə dəqiqə rast oxumalıyam? Olur da, məclislərə gedirsiniz də. Neçə dəqiqə rast oxumalıyam, neçə dəqiqə Nəhavənd oxumalıyam və Nəhavənddə hansı performansları göstərməliyəm? Bəyək Yusuf oxudu. Nəhavəndin kürdü hissəsi, məsələn, indi ona Allah qoysa istəyəcəm səndən
İbrahim və yaxud da İbrahim özü də məsəl üçün necə biz səbada rəməl eləmirik, Nəhavəndin özündə də səsi biz istədiyimiz səmtə eləyə bilirik, əyə bilirik. O qarının özündən asılı olan bir məsələdir. Düzdür, qiraət hamısı Nəhavənd muğamı üzərində idi. Mən deməyim ondan ibarətdir ki, biz muğamları, şəxsən məsələn mən öz seçimimi deyirəm, İbrahim Yusif. Mən öz seçimimi deyirəm, istəyirəm muğamları səliqəli oxuyum. Səliqəli oxumaq istəyirəm. Yəni, gələcəkdə bizim səsimizə qulaq asan bir şəxs ki, Quranı təzə öyrənmək istəyir, oradan rahat seçim edə bilsin. Oradan rahat seçim edə bilsin. Məsələn, bir 15 dəqiqəlik qiraətə qulaq asanda, orada bəyatı, rastı, çahargahı, Nəhabəndi mənim oxunuşumda, mənim ifamda rahat bir şəkildə mənimsəyə bilsinlər. İbrahim, elə Nəhabəndin Kürdi hissəsinə ki, özün işarə elədin, bəlkə onu oxuyasan, baş üstə aç. Zəhmət olmasa. Əfələm yənzuru iləs-səmai fəvqəhum keyfə bənəynəhə və zeyyənnəhə və mə ləhə min furuc. Allah. Yusufcan, sən? Hərənin öz ifasında gözəldir. وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ بَهِيجٍ. Allah. Maşallah. Əhməd, sən özün oxuya bilərsən? Baş üstə. Nəhabəndi Kürdi. Bəli. تبصرة وذكرى لكل عبد منيب. Allah. أفلم ينظروا إلى السماء فوقهم كيف بنيناها وزيناها وما لها من فروج. Allah. Oxumaq istəsən? وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا. Bayaq siz dediniz də, hacı bu əcəmdir, Nəhabəndin əcəm. Oxu, İbrahim, davamını oxu. وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ بَهِيجٍ. Nəhabənd zəngindir də, burada əcəm hissəsinə işarə elədin. Bəli. Çox gözəl yəni manevrlər etmək olur Nəhabənd muğamında. Nəhabənd muğamın minşavi özünə məxsus oxuyub ki, ad qoyub Nəhabənd muğamında, ona Nəhabənd minşavi deyirlər. Mustafa İsmail güclü oxuyub Nəhabənd muğamını. Qutufuha ilə Nəhabənd üzərində. Bəlkə oxuyasan onu, İbrahim. قطوفها دانية كلوا واشربوا هنيئا بما أسلفتم في الأيام
Allah. Çox gözəl İbrahim, maşallah. Allah razı olsun. Nahavənd muğamı. Mustafa İsmailin oxuduğu Nahavənddir. Məşhur yerlərdən, bəli. Başqa qarilərdən kimin Nahavəndi yadınızdadır? Şakir Nicatdan Hacı. Hə? Müasir qarilərdən. Aha. Çox həqiqətən indi o müasir olduğuna görə bəlkə də mən daha çox qulaq asıram müasir qarilərə. Mühafizəkarlara biz biraz uzaq düşmüşük də onların bəlkə də dövründən. Bəli, bəli. وَهُزِّي إِلَيْكِ بِجِذْعِ النَّخْلَةِ تُسَاقِطْ عَلَيْكِ رُطَبًا جَنِيًّا فَكُلِي وَاشْرَبِي وَقَرِّي عَيْنًا. Allah. Yadımda qalan bu oldu acı. Çox gözəl. Minşabinin Nahavəndi özünə məxsusdur. Bəli. Doğrudan da ona bir dənə işarə edək. أفلم ينظروا إلى السماء فوقهم كيف بنيناها وزيناها وما لها من فروج Allah. فأشارت إليه قالوا كيف نكلم من كان في المهد صبيا قال إني عبد الله. Allah. Bu şahadın. Bəli. Bu şahadın Nahavəndidir. Bayaqdan fikirləşirəm, şahaddan bir balaca bir şey gəlmir yadıma. Mən ən çox Minşabinin Nahavəndini çox xoşlamışam. Minşabi. Minşabinin Ümumən siz onun təqlidçisi, xüsusən təqlid Minşabinin edən Nahavəndi olursunuz. həqiqətən də Daha çox sakin və rahatlıq verir. bəli. والأرض مددناها وألقينا فيها رواسي Allah. Minşabinin o. وألقينا فيها رواسي وأنبتنا فيها من كل زوج بهيج Allah. Şahadın zəhmət olmasa. Muhammed Şahad. Bəli. ألم تر أن الله أنزل من السماء ماء فأخرجنا به ثمرات مختلفا ألوانها. Allah. Əhsənt. Əla. Yallah. Başqa bir ayət açın. Oxuyaq. Siz Olar, oxuyursunuz da bitirək. problemdir. Kimdən bu Şahadın Muhammed Şahad Əmər. Məhəmməd Şahad Ənvərin Nahavəndi idi sən? Mən də yadımda qalan Hucurat surəsindən bir hissə var, onu oxumaq istəyirdim. Nahavənd hissəsi. Bəli, bəli. Bəli, buyur. وكره إليكم الكفر والفسوق والعصيان أولئك هم الراشدون فضلا من الله ونعمة Allah. Mən Minşabinin
elə Qaf surəsi ki, "Və laqad xalaqnal insana və na'lamu ma tuwaswisu bihi nafsu." Bəli. Onun nəhavənd hissəsi elə baxdım bura yadıma düşdü. Görüm Zəhmət olmasa onu oxuyun. nə qədər yadımda qalır. قال لا تختصموا لدي وقد قدمت إليكم بالوعيد ما يبدل القول لدي وما أنا بظلام للعبيد. Allah, maşallah. Sən 25 il bundan qabaq oxuduğum, 27 il bundan qabaq oxuduğum təsəvvürləyirsiniz. Hacıcan sözümüzə qüvvət, Allah rəhmət eləsin dəyərli qarimiz Minşavi. Onun Qaf surəsi tamam başqa bir, Tam başqa. tamam başqadır. İnsan axirəti xatırladır. Təqlid dövründə Qaf surəsindən başlamışam, yadımdadır. Qaf ولقد خلقنا الإنسان ونعلم ما توسوس به نفسه ونحن أقرب إليه من حبل الوريد. Buradan oxumuşuq. Bir də burada yadımda qalan budur ki, Nəhavəndi bir neçə forma oxuyur. Azı bir dənə ayə istəyirəm oxuyam, Yallah. görüm. Yadınıza düşəcək, yoxsa siz bir Aha. gözəl bir xatirədir bu mənim üçün. Demək olar ki, kürdünü də bu yerdə mən öyrənmişəm oxumağı. Nəhabəndin kürdüsün. وَأَوْحَيْنَا إِلَى أُمِّ مُوسَى Allah Allah. Bu mənim yarışda oxuduğum yer. Bəli. فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِي الْيَمِّ وَلَا تَخَافِي وَلَا تَحْزَنِي. Allah. Orada Allah. qısa bir yerdə siz həm cavab, həm də cavab verməliydiniz. Gəlirsiniz bu cavab yerində İnna radduhu ileyki ve ca'iluhu minel murselin. Allah səndən razı olsun. ay İbrahim. Möhtəşəm bir Allah yerdə sizi həqiqətən. qorusun. Bəli. Nəhavənd muğamı qarilərin, hər qarinin özünə məxsus bir ifası var və Nəhavənd muğamı sevimli muğamlardandır. Bura qədər bildiyim budur ki, tələbələrin ən çox sevdiyi muğamlardandır. Ona görə ki, tez öyrənirlər. Ümid edirəm bu verilişdə də Nəhavənd muğamı haqqında bir şeylər əldə elədiniz ki, Nəhavənd muğamı necə oxunur, hansı forma oxunur, qərarı nədir, cavabı nədir, Nəhavənd kürdi nədir, Nəhavəndin içərisində əcəmə giriş və yaxud da Nəhavənddən sonra rast oxumaq, rasta giriş, bunlar hamısı düzdür, ətraflı olmasa da, geniş olmasa da müəyyən qədər əzizlərimizin vasitəsilə öyrətməyə çalışdıq. Özümüz də öyrənirik, sizlərə də göstəririk. Quran-ı Kərimdə bir ayə var. Bu yaxında o ayəyə diqqət eləmişəm. Deyir ki, hər bir biləndən üstün bir bilən var. Biz nə qədər bilsək də bizdən də üstün bilənlər var, kamil bilənlər var. O kamil biləndən də daha kamil bilənlər var. Sadəcə olaraq həyat bölüşməkdir. Biz sizinlə bölüşürük bu muğamları. İnşallah ümid edirəm ki, müəyyən qədər də faydamız olacaq sizə. Bəli, dəyərli dostlar, bu bizim sonuncu verilişimiz idi. Ümid edirəm ki, muğamlar haqqında yenə bir əlavə verilişimiz olacaq sizinlə və yenə biz bölüşəcəyik Allahın izni ilə. İnşallah
nə qədər ömrümüz var, Allah nə qədər bu dünyada bizə ömür nəsib eləyibsə, zaman nəsib eləyibsə, o zamanımızı da sizinlə bölüşəcək inşallah. Hər birinizi uca və əzəmətli Rəbbimə əmanət edirəm. Sağ olun, salamat qalın.